Salam dəyərli izləyicilər, yeni videoma xoş gəlmisiniz. Artıq ölkə çempionatına son 8 həftə qaldı. Belə desək, sayılı həftələrdir. Yarışma azlığı müəyyən qədər çətinləşib artıq. Vurmanın pik dönəmindəyim. Demək olar ki, yəni səhnəyə hazıram. Amma müəllimlə müəyyən pikin prosesləri aparırıq, işləmə prosesləri aparırıq. İstədim ki, son 8 həftə qalmış pul idmanını çəkim sizinlə bölüşüm, yəni çəkiş idmanını. İnşallah ki, xoşunuza gələr. Bugün həftənin 5-ci günüdür. Ayın 26-sıdır. Cümənizlə mübarək. İdmandan əvvəl sitrulin malatla kreatin içib, ondan sonra bir kofe içəcəm, sonra idmanıma kəsərəm. Xoş izləmələr. Üstümə dəyişib, girdim zala. İnşallah ki, pul idmanının haqqını verə bilərik. Maksimum dərəcədə yaxşı işləməyə çalışacağım. Əsas düzgün texnikada işləməkdir. Əzələyə maksimum mexaniki stresi verib idmanı solandırmaq. Yəni idmanın müddətini minimum qısa tutmağa çalışıram ki, çox yorğunluq olur həqiqətən. İdman sonunda başım gedir həqiqətən. Ona görə idmanın müddətini daha qısa tutmağa çalışıram. İsim hərəkətləri ilə başlayın. Kürə hərəkəti olan lat-pulda ondan idmana başlayarıq. Zala girən kimi çalışın, sinmə olaraq turnikdən başlamayın hərəkətə. Çünki turnik hərəkəti bildiyimiz lat-puldanın məsələn işləməzdən əvvəl isinmə hərəkətləri edirsiniz. Ona görə turnikdən də əvvəl isinmə hərəkətləri eləmək mütləqdir. Yəni turnikin özü də bir xüsusi hərəkətdir. İsinmə üçün edilən bir hərəkət deyil. Yəni məsələn gövdənin dairəvi hərəkətini eləyirik oynaqlarımızı açmaq üçün. Yəni, daha yaxşı isinmə hərəkəti. Amma turnik isinmə hərəkətdə, yəni zala girən kimi ən böyük edilən səhvlərdən birisi də tez gedib turnikdən yapışmaqdır. Yavaş-yavaş 59 kiloyla, sonra 79 kiloyla isinmə hərəkətləri elədim. İndi 93 kiloya qoymuşam. Əsas setimi başlayacağım. Çalışdığım qədər stripdən istifadə edirəm. İngilis dilində buna strip deyirlər. Azərbaycan dilində adını bilmirəm. Stripdən istifadə edəndə daha ağır işləmək olur. Əsas setdir. Diqqət yetirəcəyimiz nüanslardan birisi barmağımızı keçirmirik. Yəni bu vəziyyətdə duruq. Burada işləyib tam yuxarı şəkildə buraxmalıdır. O doğru deyil, çünki başqa əzə qrupları işin ortasına girir. Laçın store sərcəsi, yəni qanın dərəcəsini maksimum aktiv etmək üçün 20 dərəcəyə qədər buraxmağınızda kifayət işlənin, görəcəksiniz. Su içməyi unutmayın, set arası. Su mütləqdir. Yəni yuxunun həyatda vacib olduğu qədər su bəlkə yuxudan da çox vacibdir. Hətta yoxlayın bunu. Yuxusuz olduğunuz bəzi günlərdə suda çox içsəniz enerjiniz daha yaxşı olar. Baş ağrının qarşısını ala bilərsiniz. Çəkib düzgün formaya gətirib sonra hərəkəti icra etməyə başlayırıq. Oba! Bu vəziyyətdə. On 13 say idealı. Ondan sonra bir set işləyib pullover hərəkətinə keçəcəm. One shot on stage, what you got to play? Generic drops for days, still the people rage. Am I not insane? Can you stop and explain why these drops are so lame? Is money buying you fame? I'm fucking on, I'm killing it with this song. You haters can sing along or go back where you belong. Yeah, there's nothing wrong with giving up, moving on. Cause I took your girl to prom, she can't help but sing this song. Till the roof comes off, till the lights go out, till my legs give out, can't shut my mouth, till the smoke clears out, and my high harass. I'ma rip this shit till my bones collapse. Till the roof comes off, till the lights go out, till my legs give out, can't shut my mouth, till the smoke clears out, and my high harass. I'ma rip this shit till my bones collapse.
Hər şey idmanımı bitirdim. Hər şey bitdi. Sonda gəldik yemək yeməyə. Acından ölürdüm inanırsınız. Başım çox pis gelirdi. Bir idman boyu bu yeməyi gözləmişəm. Yəni bu anı gözlədim. Gözləmirəm artıq. Müəllim Talib müəllimə də təşəkkür edirəm. İnanırsınız gecənin istənilən bir vaxtı olsun. Yazan kimi mütləq şəkildə mənə geri dönüş eləyir. Nə dəstək lazımdırsa verir. Çox sağ olsun həqiqətən. Yeməyimi bitirib dərsə gedəcəm. Daha doğrusu gecikmişəm dərsə. Saat 11:40-da dərsim başlayırdı. Olsun, yarışma dönəminə görə bu videoya fikrimize dəyərdi. Yəni sizin üçün belə bir video çıxarmaq üçün bir qayıb da oradan alaq. Heç olmaz, ziyanı yoxdur. Sağlıq olsun. Bir də aşağıda Instagram səhifəmi qoyacağam. Kimin nəsə sualı olsa oradan yaza bilər. Başqa nə cür videoların gəlməyini istərdiniz? Şərhlərdə mütləq qeyd edin. Müəllim, videoda xoş gördük sizi. Formanız barədə təəssüratlarını öyrənmək istərdik. İkimiz də həqiqətən həftə keçdikcə, gün keçdikcə çox dəyişmişik. Mən belə gözləmirəm sizi. İnşallah həqiqətən 8 həftə var, son 8 həftə. Səni bir həftə normal görürəm. Səni də həftədə 1-2 dəfə görürəm, amma formanı tam incələyə bilmirəm. Onunla belə bugün gördüyümdə sən belində çox incəlir. Söz olsun deyinə, video deyinə demirəm ha. Həqiqətən çox gözəl olmuşsan. Qarnın əsas belini incəlir, qarnın damarlanır. Qəşəng olacaq şey. İnşallah müəllim. Çox sağ ol. Görəcək səhnədə. Dəstəyin üçün çox sağ ol müəllim. İdmançı görəcəklər səhnədə. İnşallah. Biz də naturalsız ha, bu da sizin üstünlüyünüzdür ha. Qayış. Videomu biraz qısa tutmağa çalışdım çünki mikrofonun zaratkası qurtarmışdı. Yenidən zaratka qoydum. Məs dərsimə getdim, gəldim indi axşam vaxtıdır. Cəyə də gəlmişdi, ev müəllim tələbəsi. Onunla bir qədər bazırovka işlədik. Bizim Çağay ev müəllim də sağ olsun ki, bizə dəstək oldu. Gedim ondan müsahibə götürüm. Formama baxdı həm də sağ olsun, vaxtına ayrı formama da baxdı. Bizim fəxrimiz olan dünya, Avropa arenalarında öz sözünü demiş idmançı olaraq təbii ki, onun da məsləhətlərini almaq istəyərəm. Gedək indi ev müəllim saldadır. Görün vaxtı varsa ona yaxınlaşıb. Ondan müsahibə götürəcəm. Ev müəllimlə yaxınlaşacağım. Müəllim bir daha salam. Videomuza xoş gəlmisiniz. YouTube vlog çəkirik. Sən də xoş gəldin. Mənim işləyən vaxtım. Üzr istəyirəm, söhbət arası böldüm sizə. Buyur. Demək, biraz əvvəl ev müəllimlə bazırovka işlədik, formama da baxdı, onun təəssüratlarını öyrənmək istəyərdim. İlk öncə ev müəllimə çox təşəkkür edirəm ki, həqiqətən uzun zamandır ki, təmənnasız şəkildə mənə çox böyük dəstək olur. Deməsən də olur. Yəni, yarış dönəmində mənə 2-3 nəfər dəstək olursa, onlardan birisi ev müəllimdir. Ev müəllim, formamla bağlı istədim sizdən məsləhətlər aldım, yəni məsləhətlər deyəndə, məsləhətləri sən bizdən almısan, bizdən yetərincə, ikimizdən də, eminim bizdən. Çünki sənin ilk 2 həftə qabaq forman nə açıq deyirəm də, bilsən ki, xoşuma gəlməmişdir. Xoşuma gəlməmişdir də sərtliyi yox idi. Sərtliyi yox idi, biraz tuta bilməm. Hələ mən
məsləhətləşdim, dedim ki, biraz karbonu sala qaldıra oynayaq bədən üzrə. Bugün səni tam başqa cür gördüm. Həm sərtliyi vardı, həm korset taxandan sonra istər-istəməz sənin qabırğaların o korset formasını başlayır almağa. Ona görə sənin talyanda da fərqi gördüm, yığılmasını gördüm, sərtliyi gördüm. Bugünkü forma mənim çox xoşuma gəldi. Çünki artıq bir 7 həftən qalıb. 7 həftədən sonra sən yaxşıya doğru gedəsən, daha da yaxşı olasan. Forman əla. Dəstək məsələsində də bizim hər birimizin borcudur ki, biz gənclərimizə dəstək olaq. Bugünkü gündə sən Azərbaycan təmsil edirsən, xaricə gedəndə də bizi təmsil edərsən. Azərbaycan adı daşıyırsansa, deməli bizim də adımız sənin üstündədir. Ona görə mən özümə borc bilirəm ki, hər bir insan ümumiyyətcə hamıya məsləhət tövsiyə edirəm ki, gənclərə dəstək olaq. Zalımıza, zalda da məşq edir, pis vərdişdən uzaq, dalınca sən, nə qədər səni kütlə izləyir, sənin kimi gənclər, səndən yaşda balaca. Yəni hamıya bu örnək olmalıdır ki, biz zala qoyaq, zalda məşq edəsən. O da mən özümə borc bilirəm. Mən şəxsən özümdən gedirəm. Bugünkü gündə biz sənin müəlliminlə məsləhətləşdik. Sənin forman bugünkü gündə bizim xoşumuza gəlir və inanıram ki, sən bizim zalımızdan, bizim zalım adından çıxarsan. İnşallah Zedin White-City-ni təmsil edəcək. Tək yox, bu 3-4 nəfər olacaq. Layiqinə təmsil elə, nə lazımdır sən dəstək olacaq. Sənin bugünkü formanda əziz dostlar, forması mezamor forması, çoxsa göstər. Mezamor forması o formadır ki, kütləni, yəni yağ faizi az yığırlar. Yedikcə də çəkil qalxmır. Amma qalxanda da kütlə gözəl bir kütlə qalxır. Ona da sən nail oldun. Bu son deyil, sənin hələ böyük bir forman olacaq, gözəl bir forman olacaq. 6-7 kilo qalxandan sonra inan Allaha sən 80 olsan 85-86 kilodan daha qəşəng görsənərsən. Çünki o kütlədir. Bugünkü gündə sən uğurlar yarışda qabağa getməyə, dakansa necə demişəm, axıra kimi hər bir əziyyətin bəhrası var. O əziyyətin bəhrasında sən görürsən. Ona görə son deyillərdir. Biz də sənin yanında hər tərəfli dəstək olacaq inşallah. Çox sağ ol müəllim. Bir də sual vermək istərdim sizə. Mən də həmişə formada. Həmişəki formadadır. Ben bir dənə öləndə forması olacağım, o da hələ ki formadayım. Axıra kimi də formada. Çox sağ olasınız ki, dəstək üçün bir daha. Müəllim, bir də MES fizik kateqoriyasında yarışıram. 19 yaşım var da junior kateqoriyasında yarışıram. İstərdim ki, indi göstərəcəyim, yəni nəticə ilə bağlı sizin... Mən hələ ki sənin formada bir adam görməmişəm. Bilirəm ki, deyəsən, bugün vurğuladım sənin söhbətin, sonradan yadmışız. Sumqayıtdan uşaq da çıxar, juniordan. Neydi adı? Tərlan, hə? O juniorda, böyüklərdə də. Hə, böyüklərdə. Hə, Tərlan amma çıxırdı əvvəl, hə? Sən, Tərlan vardı juniorda, Tərlan mənim qaqamdır. O da qəşən formadır. İkimiz çıxsaydı, lap cırışma olardı, amma Tərlan keçib zroslu. Hə, o başqa. Sən formada, yəni heç kim məndən inciməsin. Layiqinə bizim hakimlər, Nadim, Rauf müəllim, Federasiya prezidenti, Camil müəllim layiqinə yer verir. Bugünkü gündə sən gözəl bir forma göstərsən, orada tək forma deyir, əziz dostlar. Baxmayın, biri formada baxır, ola bilər pozirovkanı göstərir. Ona görə bugünkü gündə sənin pozirovkanı biz göstərdik ki, sən pozirovkada formanı göstərə bilərsən. Elə bir əyri durasan. Yəni elə bir şey səhvlərin olmalı deyil. Ona görə mən bilirəm ki, hakimlər sənə gözəl bir nəticə, hakimlər sənə layiqinə bir yer verəcək. Sənin formanda hələ ki bir adam görməmişəm. Heç kim inciməsin. Ola bilər var, amma sənin forman mənim üçün, mən bu yaşda bu formada deyildim. Nə yalan deyil. Çox sağ olun. Mən başqa bir idman növündə məşğul oldum, amma sənin formada, sənin vəbşə ümumiyyətcə, əziz dostlar, yarışa çıxan günü görəcəksiniz. Çox gözəl bir formada olacaq. İdeal bir pozirovka göstərəcək bizsə. Çox sağ olun müəllim. Buradan federasiya... Orada bizim kubuklarımızda sənin kubukları gözləyirəm, müəllimin kubukları gözləyirəm. Mən öz kubukların yanında, mən orada 2016-dan yarışları çıxıram. O kubuklar 2016-dan desə, 18-dən yarışları istəyirəm ki, sizin kubuklarınız mənim kubuklarım yanında olsun. Yaxşı? İnşallah müəllim motivasiya zalımıza, Zezim zalımıza o kubuku gətirəcəm. Qaldır. Maşallah olsun müəllim. Buradan federasiyanın rəhbərliyinə, Rauf müəllimə, Ürəyimizdir Rauf Camil müəllimə, Nadim müəllim. Siz bizim fəxrimizsiniz. salam göndərir hər birisinə. Rauf müəllim, Camil müəllim. Öpüşlər. Çox sağ olun müəllim. Var olun. İnşallah ki, layiqincə zalımızı burada Mən rahatım. edirik. Mən sizdən çox rahatım, İbrahim. Çox sağ olun. Çünki bu zaldan
Həmişə çempionlar çıxır. Biz həmişə bu zaldan çıxanda cırışmışıq. Uşaqlarla biz dostuq, hamını. Mənim rəqiblərim mənim dostlarımdır. Siz ora gedəndə xaricə, siz oradakilərlə rəqib olmalısınız. Fərqi yoxdur. Bu yükünü də mən götürdüm ya sən. Fərqi biri götürsün, Azərbaycan bayrağını dalğandırsın, bizə bu bəs edir. Bizə bu bəs edir. Düzülməli. İnşallah mənim də məqsədim kubokumuzu bu zecim zalımıza gətirib, ondan sonra Avropa dünya arenalarında ölkəmizi layiqincə təmsil eləməkdir. İnşallah hər şey yaxşı olar. Çox sağ olun müəllim. Nə lazımdır sən yəni? Nə Kamera lazım? arxasında da Kamera arxası idi, müəllim. Əsir özü tər bası, bugünkü ayaq işlədi. Gəlmə. Ayaq işlədik müəllim. Emin emiş də ürəkdir mənim adaşımdır. Ayaq işlədik bugün. Öldürdüm onu. Həzrətiniz Sən buyurdu müəllim. elə insan deyir o biz necə o danışığından yox hərəkətindən. Hərəkətindən böyük kiçik nə deməkdir. Hər şey bu uşağın üstündə var. O da hardan gəlir o ailəsindən o tərbiyə, o tərbiyəli bir uşaqdır. Biz də onu çox istəyirik. O Emin də biz yandı. Hər tərəfli. Hər tərəfli. Burada deyirəm ha. Yəni kim onu başa düşürsə, başa düşür. İnşallah. Apreldə də inşallah mən gəlirəm. Ha mənim komandam, mənim dostlarımdır, mənim ürəklərimdə. Onlara komanda nə lazımdır? O incə yollar. Apreldə də inşallah məndən yəni ki bir adam layiq bir mən səndən böyük nəticə gözləyirəm. Adalar yox, böyüksən. Bu gün əziyyət çəkir. Sən o əziyyətin bəhrəsini görməlisən. O əziyyət çəkib qışqırırsan, İnşallah. əsirsən. Bax, onun nəticəsini görməlisən. Emin müəllimi dediyi kimi də format çox gözəldir şeyin. Yox, formasında çox dəyişir. Həlim Çox gözəl olacaq. Hə, həlim formalı da elə yerlər var, onların üstündə işləyərik. İnşallah müəllim, inşallah. Yəni elə bir insan yoxdur ki, forması tam ideal olsun. həmişə. Zalımızın adına layiq də təmsil edərsən, daha da gözəl olacaq. İnşallah bu komanda ilə noyabr ayında səhnədə olacaq. İzləmədə qalın. Bakamsa. O Emin müəllim bütün dünya yəni onu tanıyır. Çox sadə insandır həqiqətən. Şuşada İmam müəllimi yaddan çıxara bilməzdim. Zalda 2 dənə Emin müəllim, İmam müəllimdir. Adından çox dəstək oldular ona görə. Müəllim çox sağ olun dəstəyi üçün. İnşallah. İmam müəllim kamerada görsənmək istəmədi. Video sonlandırmaq istəyirəm. Ümid edirəm ki, video maraqlı olmuşdur. Like atmağı, abunə olmağı unutmayın. Mənim böyük dəstəyiniz bu olar. Məşqlərə də qoşulmaq istəyirsinizsə, gəlin Zedin White City motivasiya zalımıza bir yerdə məşqlər eləyək, möhkəm olaq. Sağ olun, görüşənə dək.